Analıqdan sonra qadınların ən çox etdiyi səhv nədir? Özlərini tamamən uşağa həsr eləmək. %100 uşağa həsr eləmək, özünlərini unutmaq. Mən bunu deyərdim. Bura həm təhsil də aiddir, həm karyera da aiddir, həm özlərinin sağlamlığı da aiddir. Belə bir şey yaranır. Günahkarlıq hissi ki, Ona mən daha çox vaxt ona, ayırmalı. ona bütün vaxtını, daha çox yox, bütün vaxtımı ona Mhm. ayırmalıyam. Gecəmi gündüzümə qatmalıyam. Yatmasam da olar, yorğun olsam da olar, tək ki o yaxşı böyüsün. Ancaq burada bir şey unudulur ki, ana sağlam olmadıqdan sonra o enerjini uşaq hiss eləyir. %100 hiss eləyir və ananın daima gərginliyi uşaqda da bir gərginlik Bəli. yaradır. Qadınlar var ki, bu psixologiyanı, bu prosesi ötürə bilmirlər. Onlar ən cüzi şəkildə hardan başlamalıdır? Ən cüzi şəkildə elə uşaqları ilə bir yerdə nə Mhm. bilim idmanla başlamalıdır. Valla o qədər olub ki, uşaqla balaca körpəliyində, yəni qucağımda tuta-tuta belə squat Bəli. elədiyim olubdu. Yəni Mhm. uşaq həm əylənir, yəni bir moment, bir azca, çox azca nələrəsə biraz vaxt vermək mümkündür. Yəni bəzən olur ki, deyirlər ki, nə qaynanayla yaşayıram, nə bilim, bütün evin işi, gücü mənim Mhm. üstümdədir falan. Amma həqiqətən də mümkündür. Bəli. Mümkündür.